Salam, dəyərli VIP maçları izləyicilərim. Bugün sizlərə Maçlar qəsəbəsində kəndin mərkəzinə yaxın düz asfaltın kənarında 3 sotun içində 2 mərtəbəli 280 kvadratmetrdən ibarət olan belə bir 2 mərtəbəli evlə tanış edirəm. Dəyərli izləyicilərim, evimizin alt mərtəbəsi təmirsizdir, yuxarısında isə son tamamlanma işləri görülür. Onu da qeyd edim ki, evimizin alt hissəsi qarajdır. Belə bir nəhəng qarajdır. Yəni, böyük maşın rahatlıqla yerləşir qarajda. 3 sotun içindədir ümumi. Sağ hissədə, həyətimizin sağ hissəsində belə bir bisetkası, söhbətgahı mövcuddur böyük. Onu deyim ki, darvazası pultla idarə olunur. Jalüz qapıdır. Onu da qeyd eləmək istəyərəm ki, gördüyünüz bax, bu evin eynisi burada da var. Eyni qiymətdir, eyni sotdadır. O da 3 sotun içindədir. Son tamamlanma işlər gedir o evdə də. Qalxıram indi evin yuxarı mərtəbəsinə. İstəyirəm evin içərisini tanış edeyim. Bu hissədə də evin yan tərəfinə keçid var. Dəyərli izləyicilər, gördüyünüz kimi asfalt yoldur. Qapısına qədər də məhəlləsi asfaltdır. Həyətində göstərim sizə ümumi. Burada eyvanı mövcuddur. Qonaq otağından birbaşa eyvana çıxış var. Onu deyim ki, evimizin son tamamlanma işləri nə qalıb? Deməli, qapılardır, bir də otaqların laminatıdır. Koridor hissəsi belə bir metlaqla, sağda mətbəxi də özü metlaqdır, belə isti poldur. Ümumilikdə evimiz isti pollandır. İsti sistemi olaraq solda yerləşir. Qonaq otağı, qonaq otağından birbaşa eyvana çıxışı var, gördüyünüz kimi. Bu da belə bir dekorda yığılıb maraqlı. Sağda yerləşir kiçik bir yataq otağı. Buranın da pol hissəsi laminatdır olacaq inşallah. Bura belə bir böyük yataq otağıdır. Bura isə sonuncu belə bir qəşəng yataq otağıdır. İsti pol olduğuna görə bütün sistem buradadır, çəkilmiş hazır vəziyyətdə. Bura isə hamam otağı, sanitar qovşaq bir yerdə hazırdır. Aksesuarlar yığılacaq, ev tam təhvil veriləcək. Gördüyünüz bax, bu evimizin qiyməti 165.000 manat deyilir dəyərli izləyicilərim. İstənilsə paket klubçadır, evin torpağının çıxarışı xüsusi mülkiyyət. Əlaqə nömrəmiz aşağıda qeyd olunub. Bu və digərlərlə tanış olmazsa səhifəmizdə keçirib baxa bilərsiniz. Bizi izləməyi unutmayın. Sağ olun.